Bayağı bir xanım yazıb ki, səhər yeməyinə, başa saçımı dedim, darım ki, qəşəng olumda. Səhər yeməyinə xına paltarı ilə qatılan xanım qızınıza, dizayner qızınıza deyin ki, sizinli üfləsin. Bu qədər ön yargılı olduğunuz üçün heç oturub düşünürsünüz, niyə cəmaət irəli gedir? Mənim paxıllıq etdiyim, mənim partladığım, hər gün izləyib əsəbdən belə dırnaqlarımı yediyim insanlar irəliləyir. Mən yerimdə çürüyüb bataqlığa batmışam. Çünki içinizi qurd basıb. Çünki ön yargılısınız. Çünki paxılsınız. Heç oturub bir dəfə düşünmürsünüz ki, bu qadın niyə bunu geyinib? Bəlkə səbəbi var. Ola bilər səbəbi var da. Məsələn, mənə çox vaxt deyirlər ki, sən Polyanna kimisən də, özüm də özümə deyirəm hərdən. Deyirlər ki, yəni hər şey, bir şey deyirik, deyirsiniz, bəlkə elə deyil. Bəlkə bunu belə demək istəməyib. Bəlkə bunu belə eləməyib. Bəli. Bəs ona görə Allah mənə verir də. Şükürlər olsun Allahım. Səni tanımayana lənət. İndi mənim qızıma keçirsiniz də, dizayn. Bəli, mənim qızım dizaynerdir. İnşallah Allah nəsib etsin. Təbii ki, Allah nə yazıbsa onu görəcəyik. Mən əlimdən gələni eləyirəm. Bugün səhər dizayner balamın tikdiyi o üstvarı, o mənim dizayner, sizin heç bir zaman nail olamayacağınız paxıllıqdan, çünki partlayırsınız. Mənim 15 yaşında balamın tikdiyi o xına paltarı deyirsə, onu geyindim. Qürurla geyindim. İstəyirsiniz bütün Azərbaycan gəlsin mənim önümə, desin ki, bu nədir? Linçləsin ki, bu nədir? Xına paltarı geyinmişsiniz. Amma mən o paltarı, hətta video çəkmişəm, onu paylaşacağım. O paltarı, o üstvarı, üstü tikibə qızım, elə qürurla daşıyırdım. Elə qürurla daşıyırdım. Halbuki onu dedim sonra geyinərəm, dedim yox. Bugün xanımlarla görüşə gedirəm. Mənim balamın tikdiyi mən o köynəyi, köynək deyirlər, nə deyirlər ona? O üstvarı, onu mənim balam tikib, etiketini də vurub. Hər dəfə deyirəm, çürümüş olmayın. Hər dəfə deyirəm, paxıl olmayın. Hər dəfə deyirəm, bunu belə gördünsə, belə deyək, indi pultu belə gördün. Çürümüşlükdən demə, bu niyə düz qalıb? Ha, insan kimi soruş. Denən ki, bu niyə düz? Bunun səbəbi var, belə qoymağınız səbəbi var, deyə bilərsiniz. Amma əzmək, bax, açıqlama verdim, daha da mənim qızımın işi tanındı. Hələ onun videosunu paylaşacağım. Mənim balam, 15 yaşındakı balam, gənc dizayner olaraq daha da bu video sayəsində insanlar girəcək, təkrardan mənim qızımın əsərinə baxacaqlar. Sən nə olacaqsan? Paxıllıqdan yox olmuş insan kimi hər zaman yenə yox, saxta hesabla necə girirsiniz, yazırsınız. Artıq mənim balama söz atırsınız ki, dizayner. Bəli, mənim qızım dizaynerdir. 15 yaşında dizaynerdir. Gecə gündüz işləyirəm ki, o gözəl bir akademiyada oxusun. Onun gözəl işləri ortaya çıxsın. Qazancımın elə bir yarısını onun təhsilinə verirəm, oxumağına verirəm. Bilmirəm indi necə balı olacaq gələcəkdə, necə olacaq bilmirəm. Amma mən bir ana olaraq əlimdən gələni eləyirəm ki, sonra kaş ki bunu eləsəydim deməyim. Ondan sonrası artıq onun vicdanına qalıb. Neçə dəfə demişəm, sizin mənə atdığınız o daşlar var ha, o daşlar mənim üçün o qalaya çevrilir. Siz fikir verirsiniz? O daşları qoya-qoya mən özümə imarət tikirəm. Nə oldu? Sən paxıllığından tanımadığın bir şəxs, bir qadın, bir aciz, sən mənim qızıma söz atdın. Mən bu açıqlamanı əslində bəlkə də verməyəcəkdim. O videonu paylaşacaqdım, keçəcəkdi. Açıqlamanı verdim. İndi insanlar təkrardan mənim o videoma girəcək. Təkrardan qızımı araşdıracaq. Təkrardan qızımın işinə baxacaqlar. Bu arada qızımın da Instagram və TikTok hesabı var. Samira Nagi Official. Və dizayner hesabı da var. Oradan da takip edə bilərsiniz. İşlərini paylaşır. Paxıllıq sizi öldürəcək, məni deyil. Mən öz vicdanımla yaşayıram. Heyf ama. Bu qədər paxıllıq, bu qədər qısqanclıq içində hələ də öz ruhunu təmiz tutmağa çalışmaq bəli çətindir. Amma qürurludur.